Salam, bir vaxtınız xeyirli olsun. Demək, belə bir 2 dənə çəkən gətiriblər təmirə. Bir adamındır, ikisindən bir dənəsinin yığılmasını istəyib. Problemi var. İndi orta nəticəni bir yerdə izləyək. Şuruplarını açırıq. Demək, bir dəfə üst krişka dəyişib, alt krişka yox. Demək, buranı da açdıq. Burada qırılan hissə budur. Alt hissəyə şayba qoymayıblar. Burada şayba var, burada şayba yoxdur. Burada şayba qoymayıblar. Qırıqları buradadır. Qabın için təmizləyək. Demək, 3 ədəd şayba qoyduq. Şurupları sıxdıq, için təmizlədik. Balans eləyəcək şestrinana. Yeni şestrinə qoyduq, balans elədik, qrafit yağı ilə yağlamışıq. Və burada şaybanı qoyduq, yəni burada yox idi. Təzə yastıqlarını qoyduq, bu yastıq öz yerində, şnurlar öz yerində. Yəni təmizlədik. Şaybalarını dəyişdik, boğaz hissəsində problem vardı. Bunu da aradan götürdük, yeni bıçaq, yeni setka qoyduq. Belə deyək, ətçəkən işləyir. Fikir versəz, burada yuvacıq böyüyüb. İndi fikir verin, burada nə problem var. Burada lift var. Diqqətlə baxsaz, boğazı oynayır. Və bunun bu dişlərində də problem var. Yəni bunlar yeyilib. Bu hissədə də problem var. Nəticə hər bir şey işlədi. Çox sağ olun sizlər üzrə. Bu ət çəkəndə bu hissə, şaybalar, bıçaq, dişli çarx dəyişildi.